Əl-Nəsir klubunun hücumçusu Cristiano Ronaldo Səudiyyə Ərəbistanı futbol çempionatının 23-cü turunda Əl-Həzmə qarşı keçirilən və komandasının 4-0 hesablı qələbəsi ilə başa çatan oyunda 2 qol vurub. Görüşdə dubl edən Ronaldo karyerasındakı ümumi qol sayını 964-ə çatdırıb. Bununla da Portuqaliyalı ulduz 1000 qol hədəfinə daha bir addım yaxınlaşıb. Tarixi rekorda çatmaq üçün cəmi 36 qol qalır. Görüşdən sonra Portuqaliyalı hücumçu ölkədə oynamağa davam etmək niyyətində olduğunu açıqlayıb. Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada oynamağa davam etmək istəyirəm. Bura məni, ailəmi və dostlarımı qarşılayan ölkədir. Burada xoşbəxtəm və qalmaq istəyirəm, deyə jurnalist Fabrizio Romano sosial mediada futbolçunun sözlərini sitat getirib. Qeyd edək ki, 41 yaşlı Ronaldo bu mövsüm Əl-Nəsrin heyətində bütün turnirlərdə 22 oyunda 20 qol vurub.